yenə sizi Sibrizdən salamlayırıq. Qeyd edim ki, bugün burada növbəti layihələr haqqında sizə məlumatları təqdim edəcəyik. Həmçinin burada yeni kampaniyalar var ki, məhz bu kampaniyalar haqqında da bizə məsələ Leyla xanım daha ətraflı məlumatları təqdim edəcək. Xoş gördük Leyla xanım, necəsiz? Hər vaxtınız xeyir, xoş gördük. Qeyd etmək istəyirəm ki, yeni kampaniyalarımız var. Biz hal-hazırda Kazino və Dreamfest Arena ətrafındayıq, yəni Aypara yaxınlığındayıq. Bu ərazidə bizim bir çox layihəmiz olacaq. Onlardan biri Reportaj Heights layihəsi, tam Dreamfest Arenaya və Kazinoya baxış, Panorama by Elisab, Sibrizin ilk brend rezidensiyası, onun düz yeni yaxınlığında çıxan, yeni satışa çıxan Sabah Towers layihəmiz, hansı ki Sibrizin ilk wellness rezidansidir və qeyd edim ki, bizim ilk təmirsiz layihələrimizdən biridir. Layihəmiz unikaldır, çünki özünə məxsus paddle kortlar, tenis kortlar, velosiped yolları, yəni sizin bir ilin 365 günü yaşamağınız üçün orada hər bir xidmət və hər bir şey var. Ondan onun yaxınlığında olan, tam yanında olan layihəmiz Arabian Ranches layihəsidir. Təmirli şəkildə müştərilərimizə təhvil verilir. Qeyd edeyim ki, bizim indi yeni kampanyamız var. Həmin kampanyamız 0% ilkin ödənişlə 48 aydək hissəli ödəniş, faizsiz hissəli ödəniş yalnız hərbi qulluqçularımıza aiddir. Buradan vətəninə xidmət göstərən bütün hərbi qulluqçularımıza dərin təşəkkürlərimizi bildiririk. Kampanyamız haqqında daha ətraflı məlumatı məncə Sunay bəy çatdırsın. Təşəkkür edirik Leyla xanım. Mən istərdim ki, əziz tamaşaçılarımız, digər məlumatlarda biz təbii ki, Bestom şirkətinin rəhbəri Sunay bəydən məlumatları əldə edək. Xoş gördük sizi də, bir daha salamlayıram və istərdim ki, Leyla xanım bəlli məlumatları diqqətə çatdırdı və kampaniya ilə bağlı, ümumi satış şərtlərlə bağlı sizdən də fikirlər alarıq. Xoş gördük Akşin bəy. Leyla xanım demək olar ki, komplekslər barədə ətraflı məlumat verdi. Mən kampaniya barədə izahat verim. Ehtiyatda və istefada olan hərbi qulluqçular, hal-hazırda xidmət edən hərbi qulluqçular vəzifəsindən, rütbəsindən, xidmət ilindən asılı olmayaraq ilkin ödənişsiz 48 ayadək faizsiz daxili kreditlə Sibrizdə bizim komplekslərimizdən mənzil sahibi ola bilərlər. Bu kampaniyanın üstünlüyü ondan ibarətdir ki, digər bank kreditləri, ipotekalar nəzərə alınmır və daxili kredit olduğuna görə burada alınan mənzilin ödənişləri banklarda göstərilmir. Və gecikmə və digər məsələlərin heç bir önəmi yoxdur burada. Xeyr, gecikmənin, digər kreditlərin heç bir önəmi yoxdur. Yəni, hərbi qulluqçu, ehtiyatda istifada olanlar və hal-hazırda xidmət edən hər kəs bu kampaniyadan yararlana bilərlər. Qiymət şərtləri isə hazırda komplekslər tikinti mərhələsində olduğuna görə qiymətlər çox münasibdir. Əsl investisiya müddətidir və biz Sibrizin hazırki binaları ilə, hazırki kompleksləri ilə, mənzillərlə qiymətləri müqayisə etdikdə baxa bilərik ki, 100% həcmində fərq eləyir. Ona görə də mən məsləhət görərdim ki, bu kampaniyadan bizim hərbi qulluqçularımız yararlansınlar. Təşəkkür edirəm Sunay bəy və qeyd edim ki, əziz tamaşaçılarımız, Sunay bəyin özü də ehtiyatda olan zabitdir və əziz hərbiçilərimiz, siz sənədlərinizi, qeyd olunan sənədləri götürüb, məsələ yaxınlaşırsınız Bestom şirkətinə və ekranda nömrələri izləyirsiniz, müraciət edirsiniz indidən və mənzil sahibi olursunuz. Nəinki hərbiçilərimiz üçün, istənilən vətəndaş, sakin, təbii ki, Azərbaycan vətəndaşı Sibrizdə sərfəli qiymətlərlə mənzil sahibi olar. Bunun üçün sadəcə olaraq nömrələrlə əlaqə saxlamağınız və Bestom şirkətinə müraciət etməyiniz yetərlidir.